Biz xanımları ən çox sevindirən hədiyyənin advent kalendarı olduğunu bilirdiniz. Çünki burada bir yox, tam olaraq 12 sirli hədiyyə var. Gəlin bu günlər görək Şiqlamın advent kalendarında bizi nələr gözləyir. Qutunun üzərində bizi belə balaca bir təqvim gözləyir. Hansı ki, sonradan bunu özünüz də istifadə edə bilərsiniz. Çünki burada tarixləri tənzimləyə bilirik. İçində bizi tam olaraq 12 dənə hədiyyə gözləyir. Gəlin baxaq. Çox iştah açıcı görsənir əslində. Bir, buradadır. Görək bir də bizi nə gözləyir. Açırıq. Biraz böyük hədiyyəyə oxşuyur. Aha. Bu gördüyümüz Şiqlamın məşhur məsamələri sıxlaşdıran praymerıdır. Əlimizin üzərində yoxlayaq. Məncə təsirini elə əlin üzərində də görəcəyik. Görüntüdə məncə aydın görsənir, gözlə daha aydın görsənir əslində. Gördüyünüz kimi blur effekt verir dəriyə. Keçək ikinci hədiyyəmizə. Buradadır, üzəri çox şirin görsənir. Görək, burada bizi nə gözləyir. Mənim kimi eləməyin, burada barmaq üçün hissə qoyublar və belə rahatlıqla çıxarda bilirsiniz. Bu isə Şiqlamın məşhur transparan kirşanıdır. Makyajımızı bitirdik və sonda bizə nə lazımdır? Təbii ki, toz kirşan. Görək, üçüncü hədiyyədə bizi nə gözləyir? Bu isə göz kölgəsidir. İçərisində də demək olar ki, istifadə oluna biləcək hər rənglər var, rahat rənglərdir. Göz kölgəsi paletimiz. İçərisində də belə 4 fərqli rəngimiz var. Əlimin üzərində də bunu yoxlayaq. Pigmentasiyaları da çox gözəldir. Nisbətən daha açıq rəng. Göz kənarları üçün daha tünd kölgə, parlaq bir rəng. Keçək dördüncü qutumuza. Nəsə belə uzun bir şeydir. Təxminimdə bir şey var əslində. Görək, odur mu? Yox, o deyil. Bir yox, 2 hədiyyə çıxdı bu dəfə. Həm də 2 dənə göz qələmi. Biri qəhvəyi rəngində eyeliner, biri isə bej rəngində, tam ağ deyil. Əla, 2 qələmimiz oldu. Gəlin birlikdə əlimizin üzərində yoxlayaq. Qəhvəyi rəng və göz içləri üçün istifadə edə biləcəyiniz bej rəng. Keçək 5-ci hədiyyəmizə. Burada qəhvəyi rənglərdə nələrsə var deyəsən. Görək təxminimiz düz çıxırmı? Buradan isə nə çıxdı? Dodaq tinti. Bu hansı ki, yəqin ki, bilirsiniz. Dodağımıza çəkirik, qalır, gözləyirik. Quruyandan sonra isə soyulur və dodaq boyası qalır. Bu formada çəkirik dodağımıza və qurumağını gözləyirik. Quruduqdan sonra soyulur. Amma rəngi gün ərzində bizim dodağımızdan getmir. Biz isə qurumağını gözləyirik. Altıncı hədiyyəyə keçirik. Üzərində çox şirin bir kruasan var, amma düşünmürəm ki, içindən bizi kruasan gözləyir. Çox böyük bir şeydir. Əslində məhsulların hər birinin ölçüsü deyərdim ki, çox böyükdür. Bu isə son zamanlarda trend olan bu sıx saç yığırıq. Onun üçün xüsusi bir sikdir. Keçək 7-ci hədiyyəmizə. Bunun da üzərində çox şirin bir kuki var. Çox həyəcanlı. Aha, burada da çox böyük bir şey var. Deyərdim ki, Şiqlam hər birimizin həyatına bu qablaşdırma ilə gedib, amma o bildiyimiz məhsul yox. Bu highlighter. Çox gözəl bir rəng kimi görünür. Parlaqlığına da daha yaxından baxaq. Primerın üzərində də çox möhtəşəm bir görüntü və yansıması var. Keçirik qutunun məni ən həyəcanlandıran hissəsinə, çünki ən böyük hissə 8-ci hissəyə ayrılıb. Görək bunun içində bizi nə gözləyir. Deyəsən, burada hədiyyələr çoxdur. Bir yox, tam olaraq 4 dənə hədiyyə var qutumuzun içərisində. Bunlar səhv etmirəmsə, dodaq üçün olan məhsullar da hansı ki, dodaq kiti gedir. Tam olaraq 4 hədiyyə. Deyərdim ki, hər bir xanıma yeni il öncəsi lazım olacaq bir şeylərdir. Qırmızı rəngdə dodaq boyası və üzərinin yapışqanları ilə bu gördüyünüz qırmızı zərləri dodağımıza çəkə bilərik. Dodaq karandaşı və bu gördüyünüz isə yapışqandır və belə qutucuğun içərisində bizi dolu-dolu
Qırmızı rəngində zərərlər qarşılayır. Artıq bir demək olar ki, makiyaj çantasını dolduracaq qədər məhsullarımız var. Amma hələ də bitməyib. Keçirik növbəti hədiyyəmizə 9 nömrəyə. Çox maraqlı bir məhsuldur bu və qablaşdırması da gözəldir. Özü də çox fərqli bir dodaq boyasını göstərim. Hansı ki, bu dizayn ilə Şiqlamın özünə məxsusdur. Yan hissəsindən biz fırça yox, silikon bir başlıq qarşılayır. Görək 10-cu qutumuzun içərisində bizi nə gözləyir. Burada da çox şirin kukilər var üzərində. Aha, yenə çox böyük ölçüdə bir məhsul bizi qarşılayır. Bu da çox gözəldir. Rəngi var. Stik formasında bir ənlikdir. Nisbətən daha fərqli rəngdədir. Dağılması da çox rahatdır və pigmentasiyası da çox yüksəkdir. 11-ci məhsul. Aha, deməli burada bizi göz kölgəsi gözləyir, həm də çox rahat və praktik stik formadadır və çox gözəl yansımalı qəhvəyi rəngi var. Çox biraz elə istifadə etdikdə rəngini almaq olur. Parlaqlığı da çox gözəldir. Və sonuncu paketimizə gəlib çatdırıq, heç bitirmək istəmirdik. 12-ci qutuda görək bizi nə gözləyir. Gözlədiyi məhsul əslində bu idi. Şiqlamın bizim hər birimizin həyatına demək olar ki, bu məhsulla girmişdi. Yenə bir ənlikdir, amma belə gördüyünüz başlığı sponj formada. Fırçası da çox maraqlıdır. Rəngi çox gözəl, belə açıq nar çiçəyi rəngidir. Pigmenti də çox gözəldir. Yanaqda təbii ki, daha təbii görüntü olacaq. Əldə isə bu formada durur. Həm özünüzü, həm rəfiqələrinizi belə həyəcanlı bir hədiyyə ilə sevindirmək istəyirsinizsə, deyərdim ki, ideal bir hədiyyə olardı və sürətli bir şəkilde bunu hardan əldə edə bilərik? Təbii ki, bir market tədbiqindən. Və sonda da bəylərə kiçik bir sir. Əgər hədiyyəyə çox zaman sərf etmək istəmirsinizsə, xanımınızı həm təəccübləndirəcək, həm də çox sevindirəcək hədiyyə elə məhz bu advent kalendarlardır.